Allah'ın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun inşallah. İlk növbədə özümə və siz əziz dəyərli mömin və möminlərə ilahi nemət olan təqvanı tövsiyə edirəm. Allah Taala bizləri təqvalardan qərar versin. Allah'tan istəyimiz, arzumuz bu olsun ki, Allah Taala bu rəhmət, bərəkət, məğfirət dolu cümə gününü hər birimizə mübarək eyləsin. Bu rəhmət, bərəkət, məğfirət dolu cümə günündə edəcəyimiz ibadət, itaat duaları bizlərdən, sizlərdən ali dərəcədə qəbul eyləsin. Bugün bizim şəhidlər xiyabanında 4 şəhidimizin anım günü idi. Demək 5 il bundan öncə 44 günlük zəfər müharibəsində bizim 4 qəhrəmanımız, igidimiz, fatihimiz şəhidlik məqamına, mərtəbəsinə yüksəliblər. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bəli, biz gün olurdu 1 yox, 2, 3, 4, bəzən 7 şəhidi dəfnini edirdik və o şəhidlər hamısı qəhrəmanlarımızdır, igidlərimizdir. Biri Fərrux adında şəhiddir, Zaur adında, Samir və Vüsal adında şəhidlərin bugün anım günləridir. Onlarla bərabər də həmçinin 30 il itkin düşmüş, adı itkinlər siyahısında olan şəhidimiz də bugün 3-7 mərasimidir. Bütün şəhidlərimizi yad edib Muhammed Ali, Muhammed Cəmallah sələvat hədiyyə edək. Qur'an-ı Kərimin müraciət elədiyi mövzulardan biri də insanın fikirləşməsi, düşünməsi, təfəkkür etməsi. Bu mövzuya toxunur ki, insanoğlu Allah'ın yarattıkları haqqında, xəlq etdikləri haqqında düşünsün, təfəkkür eləsin və bu düşüncə, bu təfəkkür onu Allah'a yaxınlaşdırmaq üçün bir vəsilə olsun. Qur'an-ı Kərimdə ayə-i şərifədə buyurur ki, "Əllezîne yezkurûnallâhe qiyâmen və qu'ûda və alâ cunûbihim." O şəxslər ki, Allah'ı ayaq üstə, oturan yerdə və uzanan yerdə Allah'ı yad edərlər, Allah'ı zikr edərlər, Allah'ı xatırlayarlar. Və buyur ki, yətəfəkkəruna fi xalqis səmavati vəl-ərz. Göylərin və yerin yaradılması haqqında düşünərlər, fikir edərlər, fikirləşərlər. Və sonra buyur ki, Rəbbənə ma xaləqtə hazə batilən. Ey bizim Allahımız, ey bizim Rəbbimiz, sən bunları boşu-boşuna batil yerə yaratmamısan, xəlq eləməmsən. Subhanəkə fəqina əzabən nar. Və sonunda da buyur ki, sən paksan, sən müqəddəssən, bizləri cəhənnəm odundan, əzabından özün qoru. Bu ayədə Allah Taala bir neçə məqama toxunur. Biri zikr məqamıdır ki, buyurur ki, "Əllezîne yezkurûnallâhe qiyâmen və qu'ûdan və alâ cunûbihim." İnsan hər bir halında, ayaq üstə olanda da, oturaq halda da, uzanan halda da Allah'ın zikrini, Allah'ı həm zikr etmək, həm Allah'ı yadından çıxartmamalıdır. Və yetefekkerun, təfəkkür eləməlidirlər, fikirləşməlidirlər, düşünməlidirlər ki, Allah Taala fi xalqis səmavati vəl-ərz, yerin və göyün xəlq olması haqqında düşünməlidirlər ki, Allah Taala bu yeri, yerin üzərində olan bütün bu yaratdıqları ki var, otlar, ağaclar, yeraltı, yerüstü sərvətlər və yaxud göy aləmində, göyün özü, buludlar, planetlər, ulduz aləmi, bunlar haqqında insan düşünüb təfəkkür eləməlidir. Və insan təfəkkür edib bunları düşünəndə qərara gəlməlidir ki, ilahi pərverdigara, sən yaratdıqların, xəlq elədiklərin heç biri boşu-boşuna xəlq olunmayıb, yaranmayıb. Bizim onların hamısına ehtiyacımız var. Günəşdən tutmuş, aydan tutmuş, ulduzdan tutmuş, buluddan tutmuş, ta göy cisimlərindən tutmuş, yerdə olan, ən xırdal dənəsi qədər olan, zərrə qədər olan bir yaradışa, məxluqa bizim ehtiyacımız var. Çünki biz onlarla təmasdayıq. Bizim həyatda yaşayışımız onlardan asılıdır.
Necə günəş olmasa insanın yaşayışının bir faydası olmaz, ay olmasa fayda olmaz, ulduzlar həmçinin, planetlər həmçinin və digər göy cisimləri, həm də yerdə olan, torpaq üzərində olan, yerdə olan Allahın yaratdığı bu torpaq, bu yer ki var və bu torpağın üzərində gördüyümüz və görmədiyimiz nemətlər ki var, Allahın yaratdıqları var. Allah Teala bunların heç birini boşa yaratmayıb. Və ayədə davamında buyurur ki, Subhanə və fəqina əzabənnar. Bütün bunları insan təfəkkür etdikdən sonra Allahın münacatında ayədə buyurur ki, ey pak və münezzəh olan Allah, müqəddəs olan Allah, bizləri cəhənnəm odundan özün qoru. Bütün bu insana Allah Teala bu qədər neymətlər verir, insan bunları zikr eləsə, oturan yerdə, ayaq üstə, uzanan yerdə və sonda Allahın yaratdıqlarını fikirləşsə, düşünsə, dərk eləsə, bu insan bilər ki, Allah yaratdıqları heç biri boşu-boşuna batil yerə yaradılmayıb. Və bu yaradılış insanın bunlarla təmasda olması, insanın cənnət üçün, beş üçün getməsi üçün bir vasitədir. Və burada da Allah Teala ayədə buyurur ki, insan bunları düşünərsə, fikirləşərsə, özü üçün dua eləsin ki, ilahi pərverdigara məni cəhənnəm odundan amanda saxla. Bu qısa bir olaraq təfəkkür haqqında, fikir haqqında, zikr haqqında, Allahın yaratdıqları haqqında sizə bir neçə kəlmə məlumat verdim. İnsan bu dünyaya gəlməsi, insanın xilqəti boşu-boşuna olmamalıdır. Yəni Allah Teala insanı boşu-boşuna xəlq etməyib. Allah Teala Quran-ı Kərimdə buyurur ki, mən insi və cinni yaratdım ki, mənə ibadət eləsinlər, mənə bəndəçilik eləsinlər, mənə qul olsunlar. Ümumiyyətlə, insan öz yaranışı haqqında düşünəndə, fikir edəndə, təfəkkür edəndə diqqətli olsa, Həzrət Əleyhisselamın o məşhur hədisi ki vardı, mən ərəfə nəfsə fəqət ərəfə Rəbbə, hər kəs özünü tanısa, dərk eləsə, o Allahını tanıyar, dərk edər. Biz bəzi məqamlarda axsamalarımız, bizdə boşluqlar ki yaranır, bizdə anlaşılmazlıqlar yaranır. Bunlar hamısı nədəndir? Biz öz xilqətimiz haqqında doğru, düzgün məlumatımız yoxdur. Təfəkkür edə bilmirik. Allah Teala bizi niyə xəlq edib? Niyə yaradıb insan övladını? Boşu-boşuna yaradıb mı? Mən bayaq dedim, Allah Teala göy cisimlərini, yer cisimlərini, bunları yaradıb, boşu-boşuna yaratmayıb ki, xəlq eləməyib. Və həmçinin də Allah Teala'nın şah əsəri olan insan da heç vaxt ola bilməz ki, boşu-boşuna yaradılsın. Allahın insanın xilqətində, bizlərin xilqətində yaranmasında insanın kamillik məqamına çatması, insanın mələkut aləminə, mələk aləminə çatmasını istəyir Allah Teala insandan. Və bunun üçün də insanın düşünməsi, təfəkkür eləməsi, anlaması, dərk eləməsi çox önəmlidir. Bəzən biz təfəkkür eləmirik, düşünmürük, anlamaq istəmirik və yaxud düşünmək istəmirik, fikirləşmək istəmirik. Allah Teala Quran-ı Kərimdə neçə yerdə buyurur ki, "Ləalləkum tətəfəkkərun", bəlkə düşünəsiz, dərk eləyəsiz, başa düşəsiz. Neçə yerdə ayələrdə belə buyurur. Mövla-i Müttəqiyən Həzrəti Əli Əleyhisselamın mübarək bir hədisi var. Buyurur ki, "Cumi'al xayru kulluhu fi thalathi xisalin. Ən-nəzəru və-sukutin vəl-kəlamu." Bütün deyir, xeyirlər, yaxşılıqlar, yaxşı xislətlər üç şeydə cəm olubdur. Bu üç şeyi Həzrət Əleyhisselam bizə izah edir. Buyurur ki, baxmaqdır, nəzər etməkdir, sükutdur, susmaqdır, danışmamaqdır və bir də buyurur ki, kəlamdır, danışmaqdır, sözdür. Bu fikirlərin özündə həm oxşarlıqlar var, həm təzadlar var. Həzrət Əleyhisselam buyurur ki, "Cumi'al xayru kulluhu fi thalasi xisalin ən-nəzəru və-sukutin vəl-kəlamu." Bütün xeyir, xislətlər üç şeydə cəm olub. Nəzər, sükut, kəlamda. Həzrət Əleyhisselam sonra davamında buyurur, "Fəkullu nəzəru leysə fihi itibarun fəhuvə səhfun." Hər bir nəzər ki var, hər bir baxış ki var, insan baxır, nəzər edir. Əgər o baxışda, o nəzərdə ibrət götürmək olmasa, o nəzər, o baxış səhvdir. İnsan gərək bir şeyə baxanda, nəzər edəndə, orada Allahı görsün, Allahın varlığını görsün.
bu vücudatdır ki Allah Taala ki xəlq edib, bunlara baxanda, nəzər edəndə ibrət götürsün onda. İnsana da baxanda ibrət götürsün, göy aləminə də baxanda ibrət götürsün, yer aləminə də baxanda ibrət götürsün. Ən böyük bir şey nəzərində varsa, ona da baxanda ibrət götürməlisən. O baxış ibrətli olmalıdır. Ən xırda bir zərrəyə belə baxanda sən ondan ibrət gör. Əgər o baxışda ibrət olmasa, o baxış faydasız bir şeydir. Hədis buyurur ki, fəhuvə səhvən. O səhv bir baxışdır, yanlış bir baxışdır. Fəkullu sükutun leysə fihi fikrətun fəhuvə qaflətun. Biz deyirik, sükut, danışmamaq yaxşı şeydir. Deyir Həzrət Əleyhisselam bu ki, sükut danışmamaq o vaxt yaxşı şeydir ki, o sükutda, o danışmamaqda təfəkkür ola, düşünmək ola. Oturmursan, danışmırsan, susmursan, amma düşünürsən, təfəkkür edirsən. Allahın yaratdıqları haqqında, xilqət haqqında, yaranmışlar haqqında. Deyir, əgər bir sükutda ki, bir danışıqda ki, təfəkkür olmasa, düşüncə olmasa, deyir, o insan qəflətdədir. O insan qəflətdə olan insandır. Bəzən bizim qəflətə düşməyimizin səbəbi elə təfəkkür etməməyimizdir, düşünməməyimizdir, doğru düzgün təfəkkür edə bilməməyimiz, doğru düzgün düşünə bilməməyimizdir. Və Həzrət Əleyhisselam 3-cü buyurur ki, فَكُلُّ كَلَامٌ لَيْسَ فِيهِ ذِكْرٌ فَهُوَ لَغْوٌ. Deyir ki, Allahın adı, zikri olmayan hər bir kəlam bihudədir, ləğvdir, boşdur. İnsan oğluna Allah Taala bizə bir dil veribdir ki, bu dil biri digərimiz üçün ünsiyyətdir. Ən əvəz olunmaz nemətdir bu dil. Dil çox canlılarda var, amma danışıq, ünsiyyət qurmaq, söz demək, bu Allahın insana lütf elədiyi ən qiymətli, ən əzəmətli nemətlərdən biridir. O insanlar ki, görürsən ki, danışmaqda çətinlik çəkirlər və yaxud danışa bilmirlər, görün, onlar əl hərəkətləri ilə bir-birlərini başa salırlar. Amma dil elə bir nemətdir ki, elə əvəz olunmaz nemətdir. Deyir ki, və kulli kəlamun leysə fihi zikrun. Sənin danışdığın kəlamlarda Allahın adı zikr olunmursa, Allah yad olunmursa, o kəlam daha doğrusu boş bir kəlamdır. O söz boş bir sözdür, ləğv bir sözdür. Fətubi limən kana nəzəruhu ibrətun və sükutuhu fikrətun və kəlamuhu zikrun. Bir xoş o adamın halına ki, onun nəzəri, baxışı ibrətdir, onun sükutu təfəkkürdür, düşüncədir, onun kəlamı zikirdir, insanı Allaha yaxınlaşdırır. Hədis bura kimi fikrin bir qədər tamamlayır, sonrasında buyurur ki, və bəqa əla xətiyyətihi. Həzrət Əleyhisselam bundan sonra buyurur ki, ey bəndə, həmçinin günahların üçün insan gərək ağlasın. Öz günahların üçün ağla, öz günahların üçün qorx. İnsan, bəzən biz bəzi məqamlarda ağlayırıq, insanın ağlamalı olan halı onun günahlarıdır, etdiyi günahlardır. Həzrət Əleyhisselam buyurur ki, və bəqa ələ xətiyyətihi, öz günahları üçün insan ağlasın. İnsanın qorxduğu, qorxacağı şey, ağlayacağı şey onun günahları olmalıdır. Və əmənən nəsə min şərrihi. Bax, hədis burada tamamlanır. Və sonda cəmaat onun şərrindən amanda qalsın. Bugün insanın, kamil insanın sifətlərindən biri də budur ki, baxın, xoşbəxt o insandır ki, nəzərində ibrət var, sükutunda təfəkkür, düşüncə var, danışığında, kəlamında zikir var və öz günahları üçün ağlayır. Və sonda nə buyurur? Və əmənən nəsə min şərrihi. Bugün ən önəmli məsələ budur. Sənin insanlar sənin şərrindən amanda olsunlar. İndi hamınız mənim kimi sizin də yanınıza insanlar gəlir. Siz də eşidirsiniz, baxırsınız, görürsünüz, kitablardan oxuyursunuz. Ən böyük insana zərbə kimdən gəlir? İnsandan gəlir. Bir deyirsən, biri deyir ki, filan kəs məni şərrədi, filan kəs mənə böhtan atdı, filan kəs mənə iftira etdi, filan kəs mənə pislik etdi, filan kəs mənə xəbislik elədi. Keçən cümə dedim, müsəlman kimə deyirlər? O insana deyirlər ki, başqa
bir insan, bir yaradılış onun əlindən, dilindən əziyyət çəkməsin. Dünən oturmuşduq, bu hədis ki var, Həzrət Əleyhisselamın məşhur hədisi. Belə baxanda çox sadə görsənir, çox qısa görsənir. Nə bilim, insan fikirləşir ki, Həzrət Əleyhisselam burada nə demək istəyir? Bugün alimlər bu 4 kəlmənin üzərində kitablar hazırlayırlar. Deyir, bir insan bilir, bilir ki bilir. Bir insan bilmir və bilir ki bilmir. Bir insan da bilir, amma bilmir ki bilir. Bir insan da var, bilmir, amma bilmir ki bilmir. Bu hədisin təfsirini, izahını oxuyanda insan bir anlıq fikirləşir ki, Həzrət Əleyhisselam bu 4 cümlənin içində nələr gizlədib? Hansı sirlər var, hansı möcüzələr var? Bilir, bilir ki bilmir, bilir. Bilir, daha doğrusu bilmir, bilir ki bilmir. Bilir, bilmir ki bilir. Bilmir, bilmir ki bilir. Yəni bunu oturub izah edəndə Əleyhisselam bizə nələri izah edir? İnsan, harada bilirsən, biləndə danış. Bilmirsən, o bilmədiyi bil. Böyük bir izahı var. Mən istəmirəm bugün o məsələ toxunum. Sadəcə burada bu məsələni demək istəyirəm ki, bəzən bilmirsənsə və yaxud yəqinliyin yoxdursa, bir şeyin cavabını verməkdə, öyrənməkdə biraz təfəkkür elə, düşüncünə. Allah and verə izzətinə, calanına, böyülüyünə xatir. Ümumiyyətlə, insan bəzən bəzi şeyləri eşidəndə, fikirləşəndə, düşünəndə, təfəkkür edəndə bu məsələlər insanın həyatında bir qurtuluş məqamına gətirib çıxardanda xoş o insanın alına. Peyğəmbər Rəsul bir gün məsciddə cəmaat namazı qılırdı. Cəmaat namazı qılırdı. Və cəmaat namazı əsnasında Fatihə surəsindən sonra Hicr surəsini oxuyur. Həmd surəsini bitirib Hicr surəsini oxumağa başlayır və bilirsiniz də Hicr surəsində bir ayə ki var, şübhəsiz ki, cəhənnəm onların hamısına vəd olunmuş yerdir. Cəhənnəmin 7 qapısı var və hər qapısından müəyyən bir dəstə girər. Surəni oxuyur, namaz bitənə yaxın pərdənin arxasında Peyğəmbərə, Rəsulullah sallallahu aleyhi ve sellem iqtida edən bir xanımın ürəyi gedir. Huşunu itirir. Gəlirlər, su silirlər üzünə, bu xanımı özünə gətirirlər. Həzrət soruşur ki, sən niyə bu hala düşdün? Deyir Allahın Rəsulü, sən o ayə ki oxudun ki, şübhəsiz ki, cəhənnəm onların hamısına vəd olunmuş yerdir. Cəhənnəmin 7 qapısı var. Hər qapısından müəyyən bir dəstə girər. Bu ayə məni dəhşətə gətirdi. Mən fikirləşirəm ki, vay olsun mənim halıma. Bədənimin əzaları 7 qapının arasından bölüşdürüləcək. Həzrət buyurdu ki, yox, elə deyil. Ayədə buyurdu ki, günahların hər dəstəsi bir qapıda cəzalandırılacaq. Qadın dedi ki, ey Allahın Rəsulü, mənim dünya malından, sərvətindən 7 quldan başqa bir sərvətim yoxdur. Sərvətim cəmi 7 quldan ibarətdir. Cəhənnəmin hər qapısından azad olmaq üçün bu qullardan birini Allah rızası üçün o cəhənnəm qapılarının girməməkdən ötürü azad edirəm. Deyirlər, bu vaxt vəhy mələyi nazil oldu ki, ya Peyğəmbər, qadına müjdə ver ki, Allah onun etdiyi bu işə görə, o qulu azad etdiyinə görə Allah cəhənnəmin qapılarının hamısını ona haram etdi və behiştin qapılarını onun üzünə astı. Bax, bir ayə xanımda elə bir hal yaradır ki, və gəlir səbəb nə olur? Düşünür, fikirləşir, bu ayə haqqındakı cəhənnəmin 7 qapısı var, əza üzvlərim o 7 qapıdan keçər və Peyğəmbər Rəsulullah buyurur ki, əza üzvlərim yox, cəhənnəmin 7 qapısından günahkarlar cəzalandırılacaq hər qapıdan. Bunu eşidəndən sonra xanım nə deyir? Deyir, mənim dünya malından, sərvətindən 7 qulum var. O qulun birini bu qapılardan girməmək üçün azad edirəm. Vəhy mələyi gəlir ki, ona müjdə xəbər ver. Cəhənnəmin qapıları ona haram oldu, behiştin qapıları onun üzünə açılır. Bax, təfəkkür, düşüncə, fikirləşmək insanı hansı məqama çatdırır? Allah and verə izzətinə, cəlalına, böyülünə xatir. Allah Teala etdiyimiz ibadət, itaat, duaları, oxuduğumuz Quran ayələrini, etdiyimiz muizələri, duaları bizlərdən, sizlərdən qəbul eyləsin. O niyyətə Muhammed Ali Muhammedə sələvat hədiyələ. Allah salli ala Muhammed. Bismillahirrahmanirrahim. İnna a'teynakal kavsar fesalli li rabbika vanhar inne şaneke vel abtar. Sadaqallahul aliyyul azim.